Hər vaxtınız xeyir olsun. Sizinlə daha bir test izahı videosunda görüşürük. 8-ci testə baxaq. Deməli, deyir ki, 8-ci testdə. Verilmiş cümlələrdə xəbərin ifadə vasitələrinə görə uyğunluğu müəyyən edin. Birinci cümləyə baxaq. Körpə balanı və ananı götürüb üsulluca evə gətirdik. Xəbərə baxaq, gətirdik bizim xəbərimizdir. Ümumiyyətlə, feilin qrammatik məna növlərini taparkən tərkibə görə təhlil eləmək ən rahat üsullardan biridir. Niyə? Çünki qrammatik məna növlərinin çoxunun hər birinin özünə məxsus leksik şəkilçisi var, qrammatik əlaməti var. Ona görə təyin eləməliyik. Sözün kökü gətir, gətir. Deməli, di, şudi, keçmiş zaman şəkilçisi, ki, şəxs sonluğudur. Hansısa bir, biz bilirik ki, feilin qrammatik məna növlərinə yalnız məlum növün deməli, leksik şəkilçisi yox idi. Biz gətirdik. Yəni, xəbərimiz məlum növdədir. Asanlıqla cümləyə mübtədanı da bərpa eləyə bilirik. Ona görə birinci gəlir, məlum növ, 1. 2. Lakin evimizin arxasındakı zəmidə daha turaclar görünmədi. Xəbərə baxaq, görünmədi. Tərkibə görə təhlil eləyək. Mübtədamız hansıdır? Turaclar. Gəlin tərkibə görə təhlil eləyək. Gör sözün kökü, deməli, sözün kökü gör, ün, leksik şəkilçi. Deməli, görünmədi, mamə nədir? Feilin inkar şəkilçisidir. Di nədir? Şudi, keçmiş zamanın şəkilçisidir. Turacların görünməməyi bu işi öz üzərində icra eləyir də. Yəni, kimsə tərəfindən icra olunmur. Turaclar özü-özünə görünmür. Təsirli feildən düzəlib, feilimiz təsirsiz olub. Ona görə bu, deməli, qayıdış növdədir. Qayıdış növ hansıdır? Üçüncüdür. Yəni, 3 burada gəlir. Üçüncü cümləyə baxaq. Turac balaları elə hey civildəşirdi. Sözün kökü civ, təqlidi feildən yaranıb. Civdən civildəşmək. Civildəşmək. Burada deməli, ildə leksik şəkilçidir. Civil deməkdən civildəşmək. Ş, birgəlik növün şəkilçisidir. İri, indiki zaman şəkilçisidir. Di də nədir? İri hissəciyinin qısaldılmış formasıdır. Yəni, burada civildəşmək, hamısı heyvanlar bir yerdə civildəşirdilər. İşi birgə şəkildə görürdülər. Ona görə və təsirsiz feildən yaranıb, həmçində təsirsiz olub. Civildəmək təsirsizdir. Civildəşmək yenə təsirsizdir. Ona görə bu hansıdır? Birgəlik növdür. Ona görə burada 4 gəlir. Çuvallar sahənin kənarına yığıldı. Feilimiz hansıdır? Yığıldı. Sözün kökü hansı? Nitq səsi yığ feilindən yığıl feili yaranıbdır. Şüdü, keçmiş zaman şəkilçisidir. Deməli, çuvallar öz-özünə yığılmadı da, yəni iş kimsə tərəfindən icra olunub. Həmçinin çuvallar obyekti gəlib mübtədanın yerində, subyektin yerində çıxış eləyib. Ona görə də burada məchul növ gəlir. Deməli, 2. İclasda gündəlikdəki məsələlərin hər birinə baxıldı. Baxıldı bizim feilimizdir. Sözün kökü bax, baxdan baxıldı, şüdü, keçmiş zaman şəkilçisidir. Deməli, bu cümlənin mübtədası yoxdur. Sonra cümləyə heç cür biz mübtədanı əlavə eləyə bilmirik. Feilimizdən əvvəlki söz ismin yönlük halındadır. Baxıldı feili bax nəyə? Təsirsiz feildir. Baxıldı nəyə? Baxıldı təsirsizdir. Yenə təsirsizdən yaranıb təsirsiz olaraq da qalıb. Mübtədanı dediyim kimi gətirə bilmirik cümləyə. Hərəkəti kim icra eləyib, kim tərəfindən görülüb, iş bizə məlum deyil. Ona görə bu feilimiz, yəni heç cürə bu cümlədə şəxs yoxdur, şəxsi gətirə bilmirik. Şəxsiz feildir. Ardıcıllıq necə oldu? 1, 3, 4, 2, 5. Hansı variantdır? Ona görə cavabımız D variantıdır. İzah bu qədər.